Salam mənim dəyərli izləyicilərim. Yeni gündə yenidən sizi xoş gördük. Nətərsiz? Güman edirəm ki, yaxşısınız. Məni də soruşsaz, şükür Allaha, mən də yaxşıyam. Allah hər birinizdən razı olsun. Mənim dəyərli izləyicilərim. Bugün mən bir dənə qəşəng video çəkmək istəyirəm sizin üçün. Xanımlar, göy lobiyanın salatını eləyəcəm sizin üçün. Hər bir şeyi yenə həmişəki kimi hazırlayıb qarşınıza gəlmişəm ki, mənim üçün də rahat olsun, az vaxtım geçsin, siz də az vaxt sərf eləyib oturub izləyə biləsiniz rahat-rahat. Allah köməyiniz olsun. Xanımlar, demək burada mən bir baş soğan xırda-xırda doğramışım. Bu soğana mən tökəcəm duru yağ, bir balaca. Bunu qazın üzərində öldürüb, biraz qovurub. Sonra burada bir ədəd qırmızı biber doğramışam, nazik, uzun sov. Bir ədəd yaşıl biber, nazik, uzun sov. 200 qram lobiya, göy lobiya. Nazik, uzun doğrayıb, duzlu suda pişirib yumuşatmışam. Bu bizim toyuğumuzun sinə ətidir. Hardasa bir balaca parça deyərdim. Bu bir ədəd turşu xiyarımızdır. Nazik, uzun sov doğramışam. Bir başda sarımsaqdır. Belə bağışlayın, üzr istəyirəm. Bir dişdə sarımsaqdır. Xırda-xırda doğramışam. Bu da bizim bir paçka Mila qaymağımız və yarım smetan. Yarım paçkada smetan qatdım gözünə. Duz istiyotda zövqə görə. Xanımlar, indi mən birinci soğanımızı qoyum qazın üzərinə. Biraz qovrulsun. Sonra necə eləyəcəm prosesi? Hamısını sizinlə inşallah davamlı şəkildə bölüşəcəm. Sadəcə sizə nə qalır? Diqqətlə oturub izləmək, çay içə-içə, nuş edə-edə Arzu xanımın videosuna baxmaq və like etmək. Təkrar görüşərik. Soğanımız qəşəng burada qovrulur. Sarımsağı da soğanla bir yerdə qəşəng. Burada öldürdüm. Bir diş sarımsaq, bir başda soğan. Burada qəşəng qovrulur. Bura mən töküm indi yaşıl biberimizi. Bir ədəd doğradığım yaşıl biber. Bir ədəd də qırmızı biber. Bunlar da burada qəşəng belə soğan kimi qovrulacaq. Özünü tutacaq. İnşallah ardıcı hamısını sizə göstərəcəm xanımlar. Toyuğumuzun sinə ətində töküm. Hamısı bir yerdə qəşəng qovrulsun. Xanımlar, bunlar qovrulandan sonra mən qazı söndürəcəm. Bu tamam soğuyacaq. Bu ingredientlərimiz hamısı soğuyandan sonra mən bura nə əlavə edəcəm, hamısını sizlə bölüşəcəm inşallah. Diqqətlə izləyin. Xanımlar, mən biberimizi, soğanımızı, sarımsağımızı, toyuğun sinə ətini qovurdum, qoydum, soğudu. İndi soyuq formasında görsədim. İndi bura nə edəcəm? Xanımlar, lobiyamızı bura tökək. Lobiyanı mən duzlu suda pişirmişəm deyinə. Duzu biraz az tökəcəm. Lobiyamızı tökək.
Xiyar turşusu demişdim bir dənə. Bayaq yadımdan çıxıb xanımlar, göyərtini deməmişəm. Burada ikisi bir yerdə bir dəstə göydü. Şüyüd və cəfəri. Bu da xüsusi dad verir bu salatımıza. Çox faydalı, qəşəng. Hamının mənə elə gəlir ağız dadına uyğun olan bir salatdır. İstiotumuzu tökək, qara istiot, yenə deyirəm, zövqə görə. Duzu da yenə bir balaca töküm, çünki lobiyamız duzludur. Duzlu suda pişibdir. Bu da bizim qaymağımızla smetanımız. Videonun altından açıqlama bölməsində nələr gedir, nə qədər gedir, hamısını yazacağım xanımlar. Baxarsınız inşallah. Qəşəng qatışdırım. Çox qəşəng salatdır. Çox zövqə uyğun. Daddır. Ləzzətli. Siz də hazırlayın. Bilirsiniz xanım bu salatı nə dad eləyir. Mən bu ərzaqları qovururam. Bibərimizdir, soğanımızdır, toyuğun sinə ətidir, sarımsaqdır. Bunları qovururam, sonra qatışdırırıq hamısını lobiya ilə, xiyar turşusu ilə bir yerdə. Ona görə bu qovrulur deynə dadlı çıxır. Mən bunları qovrulmamış da tökə bilərəm zaten. Amma mən görürəm ki, bu qovrulanda daha dadlı olur. Çox dadlı bir salat çıxır. Siz də hazırlayarsınız. İndi payız fəslimizdir. Göy lobiyanın ən qəşəng vaxtıdır. Ətli göy lobiyalar satırlar. Bax, alın, hazırlayın. Biberlər də yenə var. Özdə xeyirli bir salatdır. İstəsəz buna qaymaq, smetan qatmayıb, belə də hazırlaya bilərsiniz. Duru yağla. Kimə necə xoşdur, ağız dadına uyğundur, elə də hazırlaya bilər. Xanımlar, qatışdırdım qəşəng. İndi mən bunu qəşəng-qəşəng servis eləyim. Hazır formasında inşallah görüşərik. Siz izləmədə qalın. Gəldik, çatdıq videomuzun sonuna. Salatım bax bu cürə alındı xanımlar. Çox qəşəng. Dadı da çox ağız dadımıza uyğun. Ləzzətli bir salat alındı. Siz də hazırlayın. Nuş edin. Yenə deyirəm xanımlar, Allah hər birinizdən razı olsun. Mənim videolarımı maraqla izləyirsiniz. Maraqlı sözlər yazırsınız. Motivasiya verirsiniz. Allah köməyiniz olsun. Yenə baxmaqda davam eləyin. Əziyyətə qiymət verən xanımlar, hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm ki, mənim videolarıma baxırsınız, yorumlar yazırsınız. Abunə olmağı, like etməyi unutmayın. Bu mənim üçün bilirsiniz vacibdir. Çox sağ olun, mənim kanalımı qabağa aparırsınız. Sizin sayənizdə. Yenə də davam eləyin. Allahın izni ilə çalışacağım. Qarşınıza çıxım tez-tez. Çalışdığım qədər. Öpürəm sizi, bağrıma basıram. Allah izin verər, təkrar görüşərik. Özünüzdən müğayət olun. Var olasınız.